Səssiz keçən, yəni asimptomatik keçən infeksiyalar bəzən sonsuzluğa səbəb olar. Bunlar hansı infeksiyalardır? Bunlar xlamidiya, ureoplazma, mikoplazma kimi orqanizmə çox mənfi təsiri olan infeksiyalardır. Bəli, hər infeksiya kliniki simptom verməz, yəni əlamətlər verməz. Lakin bəzi hallarda qadınlar, əgər infeksiyaları varsa, onların şikayəti əsasən ağrılar, keçməyən ifrazatlardır. Bəli, hər ifrazat da müalicə olunmaz, hər infeksiya da müalicə olunmaz. Əgər infeksiyanın hər hansı bir şiddətli kliniki əlaməti yoxdursa, bu infeksiyalarda müalicə etmək ehtiyac yoxdur. Bunlar əsasən şərti patogen infeksiyalardır. Şərti patogen infeksiyaların bəzilərini biz müalicə etmirik. Lakin bəzi infeksiyalar var ki, onlar qadın sonsuzluğuna səbəb ola bilər. Bunlar xlamidiya, ureoplazma, mikoplazmadır. Hansı ki, bunlar boru keçiciliyinə təsir göstərir. Borunun iltihabını törədir ki, gələcəkdə bu qadınlara boru sonsuzluğu yaradır. Bunun üçün əziz qadınlar çalışın ildə 2 dəfə rutin ginekoloji kontroldan keçin. Çünki sizin asimptomatik keçən hər hansı bir infeksiyanız bizim ginekoloji müayinəmiz zamanı təşxis oluna bilər.